Salam izləyicilər, bugün Napolyon tortu hazırlayırıq. Bunun üçün əvvəlcə qabımızın içərisinə 1 stəkan buz kimi su, 2 ədəd yumurtanın sarısı, 1 xörək qaşığı üzüm sirkəsi, 1 çay qaşığının ortasından lumu duzu əlavə edib bunları kənarda qarışdırırıq. Daha sonra unumuzun içərisinə yağ əlavə edirik, 250 qram və bunu rəndədən keçirdib oğantı şəklinə saldıq. Daha sonra ortasına belə oyuq açırıq. Həmin qarışımı əlavə edib xəmirimizi hazırlayırıq. Xəmirimizi çox da möhkəm əlimizlə yoğurmuruq. Qarışdıra kənarlardan yığa xəmirimizi hazırlayırıq. Xəmirimizi hazırlayandan sonra xəmirimizi yayırıq hamısını. Sonra bir dənə yağı, 250 qram yağı əlimizdə yumuşaldıb xəmirin arasına çəkirik. Hər tərəfinə yedizdiririk gördüyünüz kimi. Sonra bu cür qatlayırıq. Gördüyünüz kimi qatlayıb soyuducumuzda yarım saat saxlayırıq. Yarım saat saxladıqdan sonra çıxardıb bu cür edirik. Yarım saat saxladıqdan sonra soyuducuda çıxardıb 3 dəfə yayıb yarım saatdan bir yayırıq. Qat-qat xəmir hazırlayırıq. Qat-qat xəmir reseptindən Napolyonumuzu hazırlayırıq. Gördüyünüz kimi yaydıq. 3 dəfə belə edirik. Yarım saatdan bir. Yenidən bunları qatlayıb, saxlayıb yayarıq. Gördüyünüz kimi bu cür edirik. Və sonuncu dəfə yayıb saxladıqdan sonra çıxardıb görürsünüz içərisi necə qat-qatdır. Kündələrə ayırdıq. 14 ədəd kündəmiz alındı və kündələrimizi bir-bir yayıb Napolyonumuzun xəmirini bişiririk. Yumru şəkildə, dairəvi şəkildə yayırıq. İstəsəz dörtkün şəkildə də yaya bilərsiniz. Yaydıq. Soba listində bişirdik. Hamısını eyni qaydada. Üzərini də çəngəllə dişlədik ki, çox da köpbəsin. Napolyonumuzun xəmirlərinin hamısını hazırladıqdan sonra zavarno krem hazırlamışdım bir gün əvvəlcədən. Zavarno kremin də hazırlaması kanalımızda var. Mən elə gəlir hər kəs bilir. Ona görə yenidən hazırlamadım. Və listlərimizin aralarına hamısını yağlayıb kojlarımızı yığırıq. Birini də götürüb oxantı şəklinə salıb üzərinə oxaq edirik listimizin birini. Bu cür eyni qaydada yığdıq. Kənarlarını da yenidən kremlədik. Və üzərinə də oxantı tökdük. Yumuşaq, ləzzətli bizim qat-qat Napolyon tortumuz alındı. Üzərinə də belə naxış salmaq üçün, bəzək salmaq üçün belə bir alətdən istifadə edirik. Yəni bunu istəsəz etməyə də bilərsiniz. Bu cür edib Napolyonumuzu hazırladıq. Bəyəndinizsə dəstək olun, like edin. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.